Universiteti yaşadan onun məzunlarıdır və hər yerdə məzunlar öz universitetinin gələcək həyatında kifayət qədər rol oynayırlar. ...2077 tələbəni bugün uğurla yola salırıq. Hesab edirəm ki, bu il Mingəçevir Dövlət Universiteti üçün uğurlu bir il oldu. Çünki həm beynəlxalq reytinqlərdə, həm yerli konferanslarda, beynəlxalq konferanslarda xeyli irəliləmələr müşahidə olundu. Z deyilən beynəlxalq reytinqdə 1001-1500 reytinqində Mingəçevir Dövlət Universiteti yer aldı. Bütün bunlar hər biri həm professor müəllim heyətinin, həm tələbələrimizin, həm də valideynlərin uğurudur. Mingəçevir Dövlət Universitetindən məzun olmaq bizim üçün çox qürur verici bir hissdir. Bugün məzun gününü qeyd edirik və bu anın sevincini yaşayarıq. Sabahdan etibarən artıq həyatımızın yeni mərhələsinə qədəm qoyuruq. Bu yolun asan olmayacağını bilirik. Lakin universitetdə qazandığımız bilik, təcrübə və dəyərlər bizə inamla irəliləməyə güc verir. Bugün mənim üçün əlamətdar və qürur verici bir gündür. Bugün Mingəçevir Dövlət Universitetindən məzun olmaq mənim üçün böyük fəxr hissidir. Bu illər ərzində qazandığım bilik, təcrübə, dəyərlər, gələcək həyatımda mənə möhkəm dayaq olacağına əminəm. Bugün bizim üçün sadəcə məzuniyyət deyil, illərlə qazandığımız təcrübələrin, biliklərin və xatirələrin bayramıdır. Tələbə Gənclər Təşkilatı olaraq məqsədimiz tələbələrin universitet həyatının daha rəngarəng, maraqlı və aktiv keçməsini təmin etməkdir. Sevinirəm ki, bu illər ərzində tələbələr müxtəlif sosial fəaliyyətlərdə iştirak etdilər, yüzlərlə tədbir keçirildi və təşəbbüslərlə onların yanlarında olduq.